Hörmətli fermerlər, məhsul yığımı kənd təsərrüfatında ən vacib və məsuliyyətli mərhələlərdən biridir. Sizin il boyu çəkdiyiniz zəhmətin nəticəsi bu dövrdə toplanır. Bu zaman həm məhsulun keyfiyyətini, həm də öz sağlamlığınızı qorumaq üçün bəzi sadə, amma vacib qaydalara əməl etməyiniz çox önəmlidir. Kimyəvi dərmanlardan sonra yığıma tələsməyin. Əgər sahədə dərman səpilibsə, məhsulun dərhal yığılması düzgün deyil. Hər bir dərmanın öz gözləmə müddəti var. Bu müddət bitmədən məhsul yığmaq qida təhlükəsizliyi baxımından təhlükəlidir. Məhsulda dərman qalarsa, bu həm sizin, həm də istehlakçının sağlamlığına zərər verə bilər. Məhsul yığarkən sağlamlığınıza diqqət edin. Əlcək, uzunqol geyim, rahat ayaqqabı və baş geyimi istifadə edin. Gün altında çox işlədikdə ara verin, bol su için. Əgər dərinizə və ya gözünüzə kimyəvi maddə dəyibsə, dərhal bol su ilə yuyun. Məhsulu təmiz və düzgün şəkildə toplayın. Məhsul torpaqdan, tozdan və çirkdən qorunmalıdır. Qablaşdırmada qida üçün yararlı materialdan istifadə edin. Məhsulu birbaşa günəş altında deyil, sərin və kölgəli yerlərdə saxlayın. Təmiz və düzgün saxlanmış məhsul uzunömürlü olub, keyfiyyətini daha uzun müddət qoruyur. Təbiəti qoruyun. Boş dərman qablarını sahəyə atmayın, ayrıca yığın. Dərman və kimyəvi maddə qalıqlarını axar suya və ya torpağa tökməyin. Ətraf mühit bizim gələcək məhsulumuzun təminatıdır.